Fəzal müəllim, xoş gördük sizi. Çox sağ olun, təşəkkür edirəm. Necəsiz? Hər şey yaxşıdır. Fəzal müəllim, qaranlığa münasibətiniz necədir? Sevirsiniz ya yox? Belə qaranlığa münasibət mənə elə gəlir, var qaranlıq aşiqləri. Evdə də bəzən pərdələri çəkir, evi qaranlıq eləyir. Yaxud da ki, çox böyük gərgin işıqda, bunlar da işıq düşkünləridir, belə deyərlər. Bəli. Belə təbii də, axşam düşəndə təbii ki, qaranlıqdır, gündüzdə işıqdır. Belə bu məsələdə xüsusi belə seçimim yoxdur. Fəzal müəllim, siz tarixçi alimsiz. Ona görə də söhbətimizə bir tarixi detalla başlamaq istəyirəm. Siz 51-ci ildə Ucqar Dağ rayonunda Yardımlıda doğulmusunuz. Pişəvəri hökuməti qurulandan 5-6 il sonra. O vaxtlar hələ Azərbaycanın o tay və bu tay arasında tikanlı məftillər çəkilməmişdi. Maraqlıdır, valideynlərinizdən bu haqda nələrsə eşitmisinizmi? Ümumiyyətlə kənddə bu haqda nələrsə danışılırdı mı? Nə desəm, belə xüsusi belə önəm kəsb edən məsələlər deyil. Adlarını çəkirdilər. İndi mənim ağlımın kəsən vaxtında artıq bu məsələlər gündəmdə deyildi. Artıq mənim ağlımın kəsən vaxtında Xruşov hakimiyyəti idi. Ölkədə iqtisadi qıtlıq, məsələn 64-cü ildə hakimiyyət dəyişikliyi və s. Əsasən bu mövzuda cəmaatın narazılığı ifadə olunurdu. Amma o ailə müstəvisində, şəxsi müstəvidə isə atam daha çox özünün repressiyaya məruz qaldığı 20-ci illərdən danışardı. Müsavat hakimiyyəti dövründən. O dövrdə bir tarixdir də, mənim babamın yaşadığı kənd, Musa kəndi tək o deyil, onunla yanaşı sərhəd bölgəsində olan bütün kəndlər, bir 20-yə yaxın kənd yandırılmışdı. Allah Allah. Bu bir tarixdir. Mənim monoqrafiyamda bunlar öz əksini tapıb. Atamın deyirsiniz, bu Pişəvəri ilə bağlı etdiyi söhbət, amma bu söhbəti mənim yaddaşımdadır. Deyir ki, həyətdə oturmuşduq. Bunların da imkanlı adamlar olub. Yəni, bəy qəvalə deyirlər, sənədləri olub, amma belə xüsusi atan vuran, nökər, naib saxlayan yox. İmkanlı adamlar olub. Deyir, həyətdə oturmuşduq, meşənin qırağındadır kəndimiz. Deyir, gördük, 2 əsgər gəlir, əlində tüfəng. Doğrusu deyir, bir vahimə başlandı. Tez deyir, bir nəfər yuxarı qalxdı, 2-ci mərtəbəyə ki, atəşzad atsalar, cavab nitqi söylənsin. Bunlar gəldilər, deyir, günün qürub edən vaxtıdır, günəş. Deyir, əlləri ilə görsətdilər, belə çörək istədilər. Məlum oldu, bunlar acdır. Deyir, 1-ci mərtəbədə yer var idi, bunları oturtduq, çörəyi yedilər. Sonra işarə elədilər, deyir, Rus dilini biz bilmirik, Azərbaycan dilində olar. Sonra deyir, işarə elədilər, yatmaq istəyirlər. Bunlar üçün deyir, 1-ci mərtəbədə yer var idi, böyük evləri olub, yatdılar. Amma səhərəcən biz yata bilməzdik. Deyir, işıqlanana yaxın durdular, süfrələrində nə var idi, torbalarına yığdılar, çıxdılar həyətdən. Çıxıb getdilər, təxminən deyir, bir 15 gündən sonra Şura hökuməti iclas çağırır, qonşu kəndlərin birində bu cəmaatı yığır, bir 10-15 kəndin kişilərini iclas çağırmaq adı ilə deyir, iri bir varlı bir adamın tövləsini qaydaya qoyub iclası orada aparırlar. Atamın dedikləridir. Deyir, atası ona danışırmış. Bunu da ağlı kəsilmiş, amma atası iclasa atası gedib. Mənim babam, Əmir Aslan bəy. İçəri girəndə deyir, bir əskər deyir, belə qabağını kəsib bunun. Soruşub ki, sizin həyətə əskər gəlib. Təbii ki, tərcümə ilə deyib, gəlib. Siz 1-ci mərtəbədə yemək vermişsiniz, yatırtmışsınız, deyib, deyib, siz məni tanımadınız, deyib, yox. Deyib, mən həmən əskərlərdən biriyəm. Sən girmə. İçəri buraxmayıb bunu, çıxıb gəlib evə. Axşam deyir, qaranlıq düşəndə bir vahimə qopdu.
70 nəfər kişini salıb həmən o tövləyə, çöldən mismarlayıb və od vurub yandırdılar. Bir çörək tikə gör nə qədər ofisaniyə çatır. Bu yandırılmanın da səbəbi Sovet hökumətinə tabe etməkdir əhalinin. Əhali heç cür tabe olmurdu. Bir tərəfdən din, yəni insanların dinə inamı, ikinci tərəfdən təbliğ olunan, nə bilim, ümumi alı yorğanı deyirdilər. Böyük bir yorğan olacaq, bütün kəndin cəmaatı orada yatacaq. Yəni bunlar hamısı cəmaatı çəkildi, bir qrupu meşəyə çəkilirdi və s. Bax, bunlardan danışırdı daha çox. Nəinki, məsələn, Pişəvəri hərəkətindən filandan. O siyasi xarakterli məsələdir. Amma burada isə öz taleyi ilə bağlı olan məsələlər idi. Çətinliklər olsa belə, bu gündən baxanda o zamanlar bizə nağıl kimi gəlir. Lampa işığı, qarlı gecələr, başını yerə qoymuş ağaclar, bir də isti soba arxasına yığılmış, mehriban bir ailə. Bu tablodan bizə danışa bilərsinizmi? Mən bunu danışmaqdan açıq deyim, bir qürur duyuram da, bir o ata ocağı filmi çəkilib. Bu da mənim üçün bir ata ocağıdır. Bu günləri onu rahat danışa bilirəm ki, o ocaqdan bir işıq yandı, o ocaqdan insanlar çıxdı, o ocaqdan 9 nəfər övlad pərvazlandı. İndi onların hər birinin ailəsi, uşağı, nəvə, nəticələr. Biz 5 qardaş olmuşuq. İkisi dünyasını dəyişib. Hal-hazırda üçümüz, 3 qardaş, hər birimiz professor işindəyik. Yəni, ayrı-ayrı ali məktəblərdə. Mən Bakı Dövlət Universitetinin Azərbaycan Tarix Kafedrasının professoruyam. Məndən kiçik qardaşım Şakir İbrahimli Tibb Universitetinin Ümumi Cərrahiyyə Kafedrasının professorudur. Məndən 3 yaş böyük qardaşımsa o Rusiyada təhsil aldı. Perimdə hal-hazırda Kənd Təsərrüfatı Akademiyasında kafedra müdürüdür. Bax, dediyiniz o ocaqdan çıxıb. Axşam yeməyindən sonra hamı oturardı və mən, kiçik qardaşım və böyük qardaşım növbə ilə bir kitab oxuyardı. O, məsələn, daha çox atamın bu dastanlara, xalq nağıllarına böyük ehtiyacı var idi. Onu sevirdi. Birini başa vurub, sonra da demək yatardıq. Bizim ruhumuz oradan qidalandı ki, biz 3 qardaş əlimizdə bir sumka Bakıya gəldik və heç vaxt atamızı Bakıya gəlməyə rəvac vermədik. Ev axtarmaq, yaşamaq yeri filan. Maddi cəhətdən təbii bizi təmin eləyirdi. Amma qalan məsələlər bizim öz ixtiyarımızda idi və çox şükürlər olsun Allaha ki, biz yolumuzu düz getdik. Heç vaxt yolumuzu azmadıq. Gözümün qabağına gətirirəm ki, mən hər hansı bir səhvlə valideynlərimin qabağına çıxım, bu dəhşət olardı, o ölüm kimi bir şey ola bilərdi. Çox təəssüf ki, indi bir gün o düşüncə, o məsuliyyət başqa bir status alıb, tamamilə atalarını göz yaşlı saxlayanlar, analarını göz yaşlı saxlayanlar, hərəkətlərinə cavabdehliyi daşımayanlar, amma bütün bunların içərisində isə bir təsəlli yeri var, bir ümid yeri var, bir yaşamağa rəvac verən bir məsələ var ki, bu millət müstəqildir, azaddır, kölə deyil. Zamanında Qarabağda, Qərb bölgəsində təhsilə Qori seminariyası digər məktəblərin təsiri olub. Bu bir stimul rolunu oynayıb. Amma yardımlının bir çox kəndlərində heç orta məktəb belə yox idi. Belə bir mühitdən sizi elmə, təhsilə yönləndirən, oxumaq üçün stimul verən nə oldu? Bir neçə səbəbi özümdən uydurub deyə bilərəm. Amma yalan haramdır. Heç o suala bu gün özüm də cavab verə bilmirəm. Necə oldu biz bu düşüncə, kəndimizdə 8 illik məktəb var idi. O məktəbi qutardıq. Sonra bizdən 30 kilometr aralıda rayonda 3 cəmi məktəb var idi. 3 məktəbi, biri rayonun mərkəzində idi, ikisi də kənarda. Biz birini seçdik, Aruz kənd orta məktəbini. 32 nəfər idi sinifdə.
Hamısı da savadlı uşaqlar idi. Ondan 22 nəfəri kənar kənddən gəlirdi. 10 nəfəri Aruz kəndinin özündən idi. Məsələn, mənim ən çox sevdiyim fən ədəbiyyatı idi. Mən həmişə deyirdim, ədəbiyyatı sevirəm, tarixi öyrənirəm, riyaziyyatsa düşünürəm. Amma ədəbiyyatı sevsəm də ən dərindən bildiyim riyaziyyatı idi. Müəllimə görə də küsmüsünüz. Hansısa müəllim, riyaziyyat müəlliminə görə riyaziyyatdan küsmüsünüz. Görünür, o verilişə baxmısınız, o müsahibəyə. Bir riyaziyyat müəllimi mənim heysiyatıma toxundu. Çobud bir mənada mən əlaçı bir uşaq, riyaziyyat sinifdə ən yaxşı biləm. O mənə bir fiziki bir təsir göstərdi. Səbəbsiz. Onunla da mən riyaziyyatla vidalaşdım. 2 nəfər var idi bizim sinifdə. Riyaziyyatı eyni səviyyədə belə bilirdik. Familiyası deyil, adıdır Məmməzadə, yaşayır hal-hazırda. Ona da elə buradan salam göndərirəm. Amma onun məndən fərqli o idi ki, onun qardaşı 11-ci sinifdə oxuyurdu. Biz 9-da oxuyanda. O da riyaziyyatı yaxşı bilirdi. O onu öyrədirdi. Amma mən də öz gücümlə ondan geri qalmamaq üçün elə çiynləşə gedirdik. Amma humanitar fənlərdə təbii ki, mən eşitsə yəqin ki, razılaşacaq. Mən öndə gedirdim. O da məni gətirib çıxartdı, bax, belə bir talihə. Fəzali müəllim, 5 yaşında hərfləri, rəqəmləri bilirmişsiniz. Sizi bu bacarığınıza, zəkanıza görə məktəbə tez qəbul ediblər. Hardan qaynaqlanırdı bu zəka? Tam səmimi deyim, valideynlərimin təhsili olmayıb. Məndən əvvəl oxuyanlar da belə məktəbi qurtarmışdılar bacılarım, ailə qurmuşdular. Məndən qabaqda bir nəfər yox idi ki, evdə mənə məsələn hərfi öyrətsin filan. Bir gün məktəbin qarşısında, məktəb evimizin düz yanında idi və çox yaxın idi. Sentyabr ayı idi, günəşli hava, gözəl, indi kim yadımdadır. Mən məktəbin həyətində gedib uşaqlar tənəffüsə çıxanda onlara qarışırdım. Mən, Allah rəhmət eləsin, anamın əmsi oğlu o məktəbin direktoru idi, həm də sinifi apardı. Məni görəndə çox belə bizə hörmətlə yanaşırdı. Mənə çağırdı, dedi, bacı oğlu, gəl içəri sinifə. Uşaqları yazı taxtasına çıxardırdı tabaşırla. Məsələn, hərfləri yazdırmağa. Əlləri əsirdi, həyəcanlanırdılar filan. Mənim üçün bir adi göründü və əlimi qaldırdım, dedim, dayı icazə versən mən yazım. Dedi, dayı yox, müəllim. Dedim, müəllim, mən gəlim. Belə birinci gündür, dərsdə oturmuşum. Nə hərfi yazdısa onu köçürə bildim, yaza bildim. Götürdü mənə dəftər, kitab, ruçka verdi. Dedi, sabahdan gəl. Və hər gün başladım 1 il tez dərsə getməyə. Uzaq əyalət kəndindən təhsil ardınca Bakıya gələnlərdənsiz. Şəhər həyatının sərt üzünə necə tab gətirdiniz? Kirayaşın qalırdım. Mən 2-ci kursu qutarana qədər şəhəri tanımırdım. Amma 1-ci kursda oxuyanda mənim içimdə bir əhdi peyman var idi ki, mən mütləq professor olacağam. Bir epizod deyim, Ahuna adında bir qız oxuyurdu bizlə. Onun adət görsüz qəribədir, Ahuna. Belə yan-yana otururdu. Bir gün bu hündürdən nəsə dedi mənə, dedim sən hündürdən səsi çıxartma. Zaman gələr, sənin övladların gələr Professor İbrahimin yanına, onda mən onların üzünə baxmaram. Bir zarafat. Keçdi zaman. Artıq mən professoram, Universitetin Azərbaycan Tarix Kafedrasının. Kafedradan çıxanda 2 gözəl qız gördüm qapıda durub, salam verdi. Dedim, salam. Keçmək istəyəndə dedi, Fəzal müəllim, biz sizin yanınıza gəlmişik. Dedi, biz bacıyıq, birimiz kitabxanada oxuyur, birimiz də coğrafiyada. Siz o vaxt bizim anamıza söz vermişsiniz. Sizin uşaqlar gələndə mən onlara kömək eləyəcəm. Dedim, yox, o sizə yanlış məlumat verir. Mən ona dedim, özü elə apar, sabah sənin övladların gələndə mən ona kömək edə bilim. Amma yaxşı apardı. Nə məsələdir? Birinin kitabxanaçılıqda kəsiri var idi. O Sovet dönəmində idi. Birinin də coğrafiyada.
öz övladlarım kimi onlar diplom alana qədər onların qayğılarını çəkdim. Belə, amma onlar bilirdilər mənim arxamda bir valideyn, bir ata, Əhsən bir sizə. əmi var. Elə bax, ali məktəbdə oxuyanlar içərimdə bir arzum var idi ki, mən ali məktəb müəllimi olum, professorluğa gedim, yüksəlim və ona da nail olum. Niyyətin hara? Mənzilin də ora. Daha gəlməyəcək anamın səsi. Mənə də taleyin yumruğu dəydi. Düzü acığıma gəlir, bəzisi soruşur mərhumun yaşı neçə idi. Məmməd Araz deyir ki, uşaqlıq və gəncliyi itirmək ana itirəndə yada düşür. Siz rəhmətlik ananızı necə xatırlayırsınız? İnsanın xoşbəxtliyinə xidmət edən bir amil, birinci amil valideyn xeyir duasıdır. Onu qırmaq olmaz, o ürəyi sındırmaq olmaz. Onlar heç vaxt xoşbəxt olmur. İkinci zəhmətdir. Kim xoşbəxt olmaq istəyirsə, valideyn xeyir duası və zəhmət. Bu ikisi birləşəndə insan heç vaxt zamanın qabağında rəzil qalmır. Atam dünyasını 89-cu ildə dəyişdi və anamın seçimi var idi. Kətdə də bir yaxşı evimiz, qardaşlığa bizim həmişə ayrı evimiz olmayıb. 3 qardaşın evi bu günlərdə bir yerdədir. İndi anam o kətdəki o evdə atam sağ idi, yaşayırdı. Amma qonşuluqda qardaşım var idi. O qala bilərdi, onun xidməti ola bilərdi filan. Seçim bunun idi. Dedi, götürdü onu, gəldi şəhərə, dedi ki, bir öyrənsin burada. Bunlar da indi kənd adamı şəhərdə yaşaya bilmir. Dedi, gedim biraz gəzim dolanım və orada 3 qardaş eyni küçədə yaşayırıq. Mənə birinci şərti oldu ki, mənim yaşadığım yer sənin evin olacaq. O biri evlərə qonaq gedə bilərəm. Bunun xəstəliyi var idi. Demək, öz yolunda daş var idi. Bunun pristopu tutanda dünyasını dəyişmək dərəcəsinə gəlirdi. Amma bunun ürəyi imkan vermirdi bunu əməliyyat olunmağa. İyun ayının 18-i axşam dərsdən çıxdım, gəldim. O vaxtda mobilni telefon zad yox idi. Ancaq şəhər telefonu. Gəldim, gördüm bir skoro dayanıb qapıda. 100% bildim anamın pristopu tutub və pristopda tutanda komaya düşmək səviyyədə idi. Qısası anam pristopdan çıxdı. 10 ildən sonra həmən ayda, iyun ayında bu dünyasını dəyişdi. Ata, ayrılığın yaman ağırmış. Ağladım, gözümü yaşlar apardı. Sənsiz talan olmuş, xırman yeriyəm. Daşıdı dənimi, quşlar apardı. Bəs atanız onunla bağlı yaddaşınızdakı ən təsirli xatirə hansıdır? Atam haqqında nə deyə bilərəm? Atamdan mən xarakteri öyrənmişəm. Məsələn, o heç vaxt bizi bağrına basıb, qucaqlayıb, nəm üzümüzdən öpə filan, 5 oğul, 4 qız bir komandadır. Bizim üçün atamız heç vaxt üstümüzə qışqırmayıb. Səhər gedirdi, axşam gəlirdi, bənna işləyirdi, usta idi. Amma onun ən böyük cəzası bizim salamımızı almamaq idi. 84 il yaşadı. Mənim ağlım kəsəndən ancaq o ata yurdunda, boş vaxtında olurdu. Yay aylarını valideynlərimlə keçirmişəm. Məsələn, kurort şəhərlərinə filana yox. Onların gözü yolda idi, açan övladlarımız gələcək. Biz də yayı onun ətrafında fırlanırdı. Getdim, soruşdum anamdan, atam hardadır. Görsətdi o ata yurdumuzda bir iri söyüd alça ağacı var idi bağın içərisində. Düz evin qabağında. Dedi, orada uzanıb oradadır. Durdum, yavaş-yavaş getdim, piyada getdim. Birdən məni gördü. Hə, oğlum, gəlməsən. Qalxmaq istəyəndə qoymadım, görüşdük. Yenə öpüşmədik. Qucaqlaşmıq, sevmirdi bunu. Dedim, ay ata, burada sən yatırsan, özdə avqust aydı. Bağdır, bağatdır, ilan var burada.
necə ola bilər, sənə soğuq ola bilər. Yaşlı adam idi artıq. 75-dən yuxarı idi. Dedi, oğlum, mən bura dincəlməyə gəlməmişəm. Gəlmirəm. Mən gəlirəm, uzanıram bura. Bax, burada 2 mərtəbə evimiz var idi. Bütün xatirələr beynimdə canlanır hər gün. O pləkanlardan düşməyim. Dedi, bax, o ağacın altında biz səhər yeməyi yərdik. Nə bilim, orada o həyatının müəyyən məqamları mənə açıqladı və sonunda dedi, mən bura uzananda kəlmə-i şəhadətimi oxuyuram və Allahdan ən böyük arzum odur, burada dünyamı dəyişim. Biz dostluq eləyirdik, ata-baladan başqa onun xarakterindəki o ağırlıq, daima məsuliyyət, hüdudlar var idi. Bilirsən, ailə konstitusiyası var idi, o necə dövlət nədir? Xarici siyasəti, filanı ölkənin ümumi rəhbəri var, hökumət başçısı var, filan var. Orada da bir idarəçilik var idi. Bizim özümüzün hansı hüdudlarda hərəkət edə bilərdik. Məsələn, bunlar hamısı bizim üçün bir o dövrün qəbul olunmuş o konstitusiya ifadəsini indi demək olar da qanunları idi. Oğurluq olmaz, yalan olmaz. Neyin var, onu ye, yaşa. Bunlar hamısı bizim tərəfdən tövsiyə olunmuş məsələlərdir və mən də çalışıram həyatım boyu bu məsələlərə biraz cəmiyyətdə məni tanıyanların üzünə baxanda gözlərimi kənara çəkmir. Fəzail müəllim, 93-cü ildən siyasətdəsiz. Amma bir çox siyasətçilərdən fərqli olaraq təmiz imiciniz var. Bu adı necə qoruyub saxlamısınız? Mən həmişə hər yerdə də deyirəm, istər siyasətçi olsun, olmasın, həkim olsun, müəllim olsun. Birinci növbədə şəxsiyyətini qorumalıdır. Şəxsiyyəti siyasətə qurban vermək olmaz. Şəxsiyyəti sənətə qurban vermək olmaz. Sənin bələdçin, sənin şəxsiyyətin olmalıdır. Mən heç vaxt dövlətçiliklə bağlı belə kənara çıxan, dövlətçilikdən kənara çıxan heç bir söz danışmamışam. Seçicilərimin istəyini ifadə etmişəm. Hüdudlarını aşan məmurlarla bağlı çıxışlarım olub. Mən də həmişə deyirəm ki, tutaq ki, nazir qoyulub, yaxud da ki, xalq etimad göstərib deputat seçilib, yaxud da ki, komitə sədridir, sənə etimad olubsa, sənin o etimada xəyanət etmə. O xəyanətin sonu, sonunda özünə qayıd. Xəyanətin də bir adı var, xəyanət. Onu başqa ikinci sinonimi yoxdur. Etibarsızlıq da onu ödəmir. Nə bilim, bilməməzlik də onu. Xəyanət bu sözün qabağında. Çalışmışam ki, haqqı deyim, ədaləti deyim. Bir də dediyin sözlərin arxasında hansısa bir istək durmamalıdır. Bir. İkinci, 100% əmin olmalısan, sən düz deyirsən. Üçüncü, sənin dediklərinlə sənin həyat tərzin arasında balans olmalıdır. Yoxsa sən gedirsən, tutaq ki, böyük var dövlət sahibi olursan, gəlib bu tərəfdə də rüşvətdən danışsın. Fəzail müəllim, 2020-ci ildə vitse-spiker seçildiniz. Və açığı bunun gözlənilməz olduğunu deyənlər də oldu, qısqanclıqla yanaşanlar da oldu. Sizin özünüz üçün necə? Bu gözlənilməz oldu, yoxsa? Ana müxalifətin nümayəndəsi kimi, demək ki, Sabir Rüstəmxanlı idi, mən idim də Rəfail Hüseynov. O vaxt mənə təqdim olundu. Yəni, mən təqdim olundum o vəzifəyə və orada oturdum. Oturduğum illərdə də 4 il. Nə həyatım dəyişdi, nə sifətim dəyişdi, nə maddi durumum dəyişdi. Necə oturmuşdum, elə də durdum. Sadəcə olaraq bir şeyi mən nəzərimdə tutdum ki, mən məclisdəki deputat həmkarlarımı bu yuxarı getdi, bizi saymadı filan, onları qorudum. İkincisi, mənə olan etimadı vicdanla yerinə yetirdim. Heç bir qüsur və nöqsana
yol vermədim. Yəni siyasi cəhətdən, maddi cəhətdən də 25 ildir. Elə varlanmaq istəyən 20 ildə varlanardı, işini görərdi. Tutduğum bu yol mənim üçün məqbul yoldur. Yaşayıramsa, işləyirəmsə, mənim varım, dövlətim mənim birinci şəxsiyyətimdir, əxlaqımdır və övladlarımdır. Və cəmiyyətin mənə verdiyi, cəmiyyətdən gördüyüm münasibətdir. Seçicilər ən çox nə ilə bağlı sizə müraciət edirdi? Bir dəfə Biləsvardan bir nəfər gəldi mənim yanıma da bu pandemiya vaxtıdır, qəbul qəti yoxdur. Köməkçim dedi, qadın əlində gətirib benzin özünü deyir, yandıracam filan. Müəllim çox çətin adamlardı. Dedim, qoy gedim elə, nə olacaq, olacaq. Açdırdım, belə heç əslində düz deyildi. İçəri daxilində gördüm qadın, bir yaşmaqlı yaşlı bir qadın, şəhid valideynləridir. Mənim nə ixtiyarım var bunları qəbul eləməyim, küçədə bunlarla danışım. Çay gətirdim bunlara, qadın belə çay itələdim mənə ki, ürəyində dedi, belə olasan, çayın zadın lazımdır. Mən bunlarla xeyli söhbət eləyəndən sonra gördüm, xanımın biraz yaşmağı aşağı düşdü, çayı çəkdi qabağına. Və əvvəl müşahidə elədim ki, burada rəhbər və istiqamət verici qüvvə bunların hansıdır? Kişidir ya qadındır ondan da. Gördüm, yox, qadındır. Bunun övladı bizim yolumuzda şəhid olub. Bəzən elə şeylər var ki, o qanunların fövqündə durur. Bu insani münasibətdir. Sənin attığın addım qanunlara xəta gətirmirsə, hər hansı bir dövlətin, insanın, cəmiyyətin, ailənin məsələsini həll eləyirsə, ona getmək olar. Qısası yola düşəndə danışdım da aidiyyəti orqanlarla, tam əmin oldum və bunlara dedim ki, indi inandırmağın başqa yolu yoxdur. Dedim, bu məsələ düzəlməsə mən mandatımla imtina eləyəcəm. Lap ümidli oldu. Sürücümlə də bunları yola saldım. Avtovağzalada o maşın arvad demişdi ki, mənim ümidim qırılmışdı hər şeydən. Müəllim mənim ümidimi özümə qaytardı. Bax, o insanların psixologiyasına təsir etməkdir. İnsan istəyəndə hər şeyə nail olur. Zəhər saçmaq var, bir də ki var səbirli hərəkət. Sən axıracan qulaq as insanlara. O danışanda ürəyin boşaldır. Sakitləşir. Onu yarımçıq saxlasın. Təzədən bir də oradan harda qalıb oradan davam eləyəcək onsuz da. Qoy danışsın, ürəyi boşalsın, ondan sonra qulaq as. Bu müəllimlik peşəsi də mənim bu fəaliyyətimə xeyli təsir edir. Ardarda bir neçə çağırış, deputat seçilmisiniz. İçinizdə daha bəsdir, yorulmuşam dediyiniz anlar olubmu? Yaman çətin sual verdiniz o mənə. Deyim ki, insan nədən yorulur? İnsan artıq doyur yorulur da, yəni işdən doyur, artıq onun üçün stimul yoxdur, o bacarmır onu. İndi mənə desən, dur buradan bir 200 kilometr cross qaç, mən yarı yolda yorulub duracam da, qaça bilmərəm. Əgər sən deputat ola, sən bir 50, 20, 30, 10 insanın həyatına bir müsbət addımlar bəxş eləyə bilirsən, işlərinə kömək eləyə bilirsən, sənin o gücün, ixtiyarın varsa, onda adam tükənmir. Yataqda uzanan xəstə də yaşamaq istəyir. Niyə? Onlara o ruhu verən, o impulsu verən ürəkdir. Axı, ürək qocalmır. Ürək cavan qalır. Sizin tələbə vaxtı oxuduğunuz ürəkdir üstünüzdə. Ürək xəstələnə bilər. İnfarkt olur, damar tutulur, filan olur. Bu ürəkdir, orqandır. Amma o qocalıb ölmür, cavan ölür. Ona görə insan nə yaşdan yorulmur,
nə də ömürdən doymur. 100 ildə yaşasa, hələ yaşamaq istəyir. Səbəb, onu yaşadan ürəkdir, qəlbdir. İnsanın da o bəsti deməyi, o peşəsinə, işinə, filana, o ürəyin diktəsi ilə bağlı olan bir şeydir. Cərrahın əli əsir, pensi tuta bilmirsə, o dayanmalıdır. Yaxud da ki, müəllim, tələbələr onu eşitmirsə, auditoriyada, o dayanmalıdır. Siyasətdə də elədir. Haçan gücün çatması, onda dayanmalısın. Yenə yanır bu ocaq, yanıb külü qalacaq. Bilmirəm nə olacaq, olanı xatirədir. Həyatımdakı ən böyük missiyam babamın 70 il sönmüş ocağını yandırmaq olub demişsiniz. Ocaq deyəndə Çanaqbulaqdakı evi nəzərdə tuturdunuz. Niyə sönmüşdü o ocaq? Mənim dediyim ocaq və atamın uzandığı o ağacın altındakı ocaq, Musa kəndi. Bəli. Allah rəvac verdi, o vaxt o ki, o sözümüzün o hissəsinə qaydırıq. Mən sizə dedim, axı, Allah mənə imkan versin, sənin üçün burada bir ocaq düzəldim. Düzəltdinizmi? 89-da dünyasını dəyişdi, 91-də SSR dağıldı. Mən qərarı aldım ki, bu SSR-nin qadağan etdiyi qanunlar ləğv olundu. Artıq bu kəndi bərpa etmək lazımdır. 97-ci ildə, onda deputat da deyildim, may ayının 6-sında bu kəndin bərpası haqqında Milli Məclisdən qərarını aldım. Kəndin nə qədər əhalisi olub, ərazisi olub, necə yandırılıb filan. Məsələn, o kənddən orada arxivdə yazılırdı ki, kəndin ağsaqqalı Əmraslan bəy İbrahim bəy oğluna dəfələrlə deyilsə də kəndi tərk et. O kəndi tərk etmədi. Mart ayının 21-də günorta bayram günü gəlib yandırdılar. Və nəticədə 97-də bu kəndin bərpası haqqında qərar qəbul olundu. 2002-ci ildə kəndin artıq bərpasına razılıq oldu. Müəyyən məsələlər baş verdi, anlaşılmazlıq oldu, filan, müqavimət oldu, filan oldu. Amma cənab prezident Allah onun elədiklərin hamısını qabağına çıxarsın bu məsələdə. Var olsun. Qarabağın ocağını sonra yandırdı. Bəli. Amma Neçə ocaqlar yandırıb? 2002-ci ildə artıq mənim babamın ocağını yandırdı. Cənab prezidentin köməkliyi ilə o kənd bərpa olundu. Orada o atamın mənə danışdıqları əsasında o proyektlə, bax burada belə idi, burada. Hətta pləkanı da onun dediyi deyirdi, buradan çıxırdıq, buradan düşürdük. Beynimdəki o proyektlə 3 qardaş, yenə 3 mənim dediyim kiçik və böyük qardaşım əl-ələ verdik. Babamızın o yurdundakı 27-ci ildə mart ayının 21-də yandırılmış o evi bərpa etdik. Biraz müasirlik verdik, şərait yaratmışıq və biz yay aylarında yenə də o evdə oturub o 3 qardaş necə bir-birimizə sığınırdıq filan. Uşaqlar da axı bundan sonra yaranıb, bu qardaşlardan sonra. Gedirsiniz mindilərdə? Mütləq yayda elə bu yaxınlarda bir yerə yığışdı. O Rusiyadan gələn qardaşım da orada idi. Böyük bir şənlik elədik. Yəni mən qardaşlar bilirsən bir yerə yığılanda biz bir uşaqlaşırıq. Biz yadımıza salırıq. Bax o qayanın başından oradan belə gəldi, belə getdi, yada düşür, xatirələr deyir. Biz körpü olanda, bir-birimizin əlindən tutanda bizim övladları yox idi axı. Onlar sonra yaranıb. Yenə də biz qardaşlıqda bizim övladlarımız ikinci sırada dayanır. Bizim özümüz biri. Mənim qardaşlarım dayanır, biz dayanırıq, sonra da bizim övladlarımız dayanır. Gözəl danışırsınız Fəzal müəllim. Fəzal müəllim, sizi tələbəlik illərindən tanıyan dostlarınızdan biri dedi ki, gəncliyinizdə də indiki kimi çox yaraşıqlı olmusunuz. İndi bilmirəm. İndi bilmirəm, amma gəncliyimdə Çox səliqəli geyinmisiniz, çox yaraşıqlı olmusunuz. Geyim insanın göstəricisidir. Hökman deyil, bahalı geyəsin. Təbii ki. Heç mənim heç vaxt belə insanı vahimə gətirən geyimlərim olmayıb. Tələbə vaxtı 3 il bir dəst kostyumla mən gəzmişəm. Söhbət onun
onun seçilməyindən, zövqündən filan. Əgər bilmirəm bu nə dərəcədə vardır. Kişi evə girəndən sonra pencəyini bir tərəfə atır, şalvarını bir tərəfə atır. Bunlar hamısı səliqə-sahmandan. Mən düşünürəm ki, geyim həm də bir xarakter izah edir. Xarakterdir. Təbii insan məsələn geyiminə fikir vermir, bəzən yeməyinə daha çox meyilli olur. Bəzən çox bahalı geyimlər geyir, amma elə bilirsən daş karxanasından indi çıxıb gəlib. Mən tanıdığım bir biznesmen var idi. Çox varlı bir adam var idi. Bu həmişə belə də deyərdi, bu əl tikişi iləndir filanla da, amma məsələn baxardın, görərdin, elə bilirdin. Yanında duranda gəlib görüşürdülər adamla, buna salam verən olmurdu. Fəzali müəllim, istərdim ki, ailədəki münasibətdən və ailə dəyərlərindən danışasınız. Bu məsələyə münasibətiniz çox maraqlıdır. Mənim həyatımın ən vacib məqamlarına rəvac verən münasibət ölçüsü terminin işlətmirik, görmürük, başa düşmürük. Ən böyük ölçü orada olmalıdır. Ailənin dağılması münasibət ölçüsünün uyğun gəlməməyidir. Ərlə arvad arasındakı münasibətin ölçüsü olmalıdır. Qardaşlar arasında bir münasibət ölçüsü olmalıdır. Mən obrazlı yerə böyük bir kəşf eləmirəm. Ata ilə oğul arasında münasibət ölçüsü olmalıdır. Məsələn, görürəm ki, ata oğlunun yanında içi piyan olursa, kağız üzərində qalır onun atalığı. Oğul atanın piyan sifətini görməməlidir. Qızarmış sifətini görməməlidir. Oğul atanın telefonda yalan danışdığını eşitməməlidir, övlad. Fəzali müəllim, ailə qurarkən gənclər nəyə diqqət etməlidir? Sizin üçün hansı şərtlər daha vacibdir? Ailə qururlar. Çox qısa müddətdə, çünki ayaqqabı ayağı sıxanda onu geymirsən. Siyasətin özündə də bir ölçü var. Sən deputatsansa, sənin statusun daxilində hərəkət eləməlisən. Sən əgər nazirsənsə, sən ölçünü bilməlisən. Ölçünü pozanların hamısı gedir axırda türməyə düşür. Ailə quranda da, qohum olanda da, dostluq eləyəndə də ilk növbədə onun göstəricilərindən biri onun dəyəri varmı? Nə gözəl. Sən gəlinlə, tutaq ki, qızla ana arasında söyüş dərəcəsinə çatan münasibətlər olursa, artıq o heç yerdə gəlin ola bilməz. Xoşbəxt ailə var, bədbəxt ailə var, dağılır. Lap dağılmır. Orada həyat yoxdur. Sanki bir evdə yaşayırlar, amma ayrı-ayrı bir ölkədə yaşayırlar. Orada da xoşbəxt yox. Bu gün ailələr qurulur 3 müstəvidə. Birinci müstəvidə özünə tay axtarır. Vəzifəsi varsa, vəzifəli adamından qızını almalıdır. Bax, bu ailələr əbədi ola bilməz. Bu birinci. İkinci, sevgi üzərində qurulmuş ailə. Bu sevgi bir zaman daxilində ötəri bir hissdir. Onun adında sevgi qoyublar, şeir yazırlar filan. Bir-birindən ölüb sevgi yaşayanların da mütləq ailəsi dağılmalıdır. Üçüncüsü isə əxlaq üzərində qurulmuş ailələr. Amma bu ailələrin özündə də mütləq insani sevgi olmalıdır. Doğmalıq olmalıdır. Doğmalıq, uyğunluq, eynilik, həyata baxış. Bunların hamısına isə rəvac verən bu proseslərə ağıldır. Zəkadır. O olmayandan sonra o birisi də boş şeydir, bu birisi də bunlar heç nə alınmır. Və mən ağıl və əxlaq üzərində ailə qurmuşam. Bu günləri də ailəm mənim üçün müqəddəs ailədir. Fəzali müəllim, neçə illərdir universitetdə dərs deyirsiniz? Hətta tələbəniz olan deputatlar, hazırda yüksək vəzifədə olan məmurlar. Tələbə kimi onlardan hansı daha fərqli idi?
Kimlərin adını çəkə bilərsiniz? İcazə verin ad çəkməyim. Aha. Çünki birinin Çoxdur. adını çəkəcəm, digəri. Elə Milli Məclisdə bir neçə tələbəm var. Özü də yaxşı uşaqlardır, yaxşı tələbən olar, uşaqlar deyirəm yenə. Bir epizod deyim, bir yas yerinə gedirdik, pilləkənləri qalxanda gördüm 2 axsaslı insan dayanıb, kişi dayanıb, əllərində siqaret. Siqareti atdı yerə. Məni görən kimi siqareti atdılar yerə. 2 deputat yoldaşımla gedirdim və yaxınlaşdılar, mənlə görüşdülər. Mənlə görüşənə qədər heç bunları tanımırdım. Bəs mən bunları cavan uşaq dərs demişdim. Bəli. Bunların saçı saqqalı ağarıb. Dedim, o siqareti niyə atdınız yerə? İkisi də çox böyük vəzifələrdə işləyir. Biri ali məhkəmədədir, biri digər sahədədir. Və yoldaşlara dedim, mənlə gedənlərə dedim, bax, mənim var dövlətim budur. Bu məqamda sizin bir fikriniz yadıma düşdü. Müəllimi hörmətdən salan onun nəfsidir demişdiniz. Bəli. Nəfs deyəndə nəyi düşünürsünüz? Nəyi nəzərdə? Nəfs deyəndə bunu bir neçə budaqlı, tabeli, mürəkkəb cümlə ilə əvəz eləmiyorlar. Tələbənin əlinə baxmaq, tələbədən pul almaq. Bunu niyə açıq deməyək? Nəfs budur. Demək ki, nəfsinə hakim olmayanda Bəli, o müəllimlər çox hörmət. Mən deyim, bir şey deyim. Bu gün o demək olar ki, o proses yeni metodla tənzimlənir. Yoxlamalar, yeni də artıq müəllim-tələbə ünsiyyəti yoxdur. Yazır, qoyur ora, yoxlanılır, cavabı yazılır. İmtahan azaddır da tələbələr üçün. Orada hamısı müəllimsiz olur. Amma bizim vaxtımızda müəllimlə tələbə üz-üzə otururdu. Bizim kafedrada 20 nəfər müəllim vardı. Onun biri bütün o adlara xələl gətirirdi. Qalan 19-u pakidir. Mən demirəm ki, elə mən toz içərisində çiçək filmindən bir fraqmentəm. Yəni zaman elə idi. O vaxt tapşırıq daha çox, müəllimlərə daha çox tapşırırdılar qiymət yazmaq filan. Onun arxasında bəzilərinin çirkin niyyətlər də dururdu, amma saflıq, təmizlik. İndi o prosesə ali məktəb sistemində müəyyən sipər çəkilib. Bunu gərək biz etiraf eləyək. Universitetdə həm prinsipial, həm də güzəştə gedən müəllim kimi tanınırsınız. Heç vaxt heç bir tələbəyə 2 yazmamısınız. Doğrudanmı bu belədir? Necə indiyə qədər heç bir tələbənizə 2 yazmamısınız? Bu çox maraqlı sualdır. Tələbəyə 2 yazmaq üçün məqsədin olmalıdır. Heç mi yazmadınız? Olub bəzən, amma kimlərə? Tərbiyəsiz tələbələrə. Zəhləm gedib sifətindən, özünü apara bilməyib. Onu tənbih etmək üçün savadı olsaydı onu 5 yazardı. Savad da yox, tərbiyə də yox. Bunun mən nəyinə güzəşdiliyim? Özdə oğlan uşağı olublar. Qız qətiyyən, qız uşaqlarına 2 yazmaq günahdır. Tələbələrə 2 yazmaq üçün birinci tanınmaq istəyi idi. Mənə gəlsinlər, tapşırsınlar filan. Mən də gedim sabah onu tapşırım. Bu metod idi. Bu istəkdə o kim var idi, onlar bu işlə məşğul idi. İkinci, o dediyiniz o nəfs məsələsi idi. Bunların ikisindən də xali olan. Üçüncü, ədalətli olmaq. 2 verəndə tapşırtdırırdılar Həsən ağaya. Həsən ağanın qohumudur. Müəllim də məcbur olurdu, onun qiymətini yazardı. Yazmazdı, cəzalandırırlar. Əli əyridir. Qiyməti yazanda müəllim başını salır aşağı yazır. Tələbə də onun başının üstündə durur. İndi mən sizdən soruşuram, o nə keçər ürəyindən? Deyir, nə bir elətdim, 5-i yazdırdım, 4-ü yazdırdım. İndi onu dedirtməmək üçün özünə. Hələ bəri başdan qiymətini yaz. Dərsini demisən, vicdanla dərs demisən filan. İkinci də ola bilməz. Sən ona 5 ay güclü, necə lazımdır dərs deyəsən, o heç nə bilməsin, o mümkün deyil. O düşən sualları, 3 sualı bilməyə bilər. Amma kursu yaxı bir 50% bilir. Sən onun 3 sualına bütün zəhməti hədər eləyirsən, özün də zəhmətin gedirsə, sən öyrətməmsən. Ona görə də bunlar hamısı nəzərə alınanda uğurlu nəticələr olur.
Sadə kənd uşağından elmlər doktoru. Parlamentin vitse-spikerinə qədər yüksəlmisiniz. Sizi bu yerə hansı keyfiyyətiniz gətirib? İradə, zəhmət, yoxsa taleyin işi? Taleyə, qismətə ümumiyyətlə inanırsınız? Yox, mən indi ola bilər çoxları bunu məni başa düşməz. Mən yazıya inanmıram. Ona görə inanmıram ki, yazını yazan Tanrıdır. Əgər Tanrı yazı yazsa, onda hamını bərabər yaradar. Birini qul, o birisini nökər, o birisini padşah etməz. Faciələr olmaz. Biri 19 yaşında ölür, biri 90 yaşında ölür. Gör nə qədər bərabərsizlik var. Onda bu belə Ukraynadakı gedən o körpələrə Allah bu talehi yazıb. Qəzza xaraba qalıb, viran olub. O körpələrə Allah belə şeylər yazmaz. Qismət payı var. İnsanın həyatına nizam verən valideyn xeyir duasıdır, bir də onun zəhmətidir. Milli Məclisdə düşməyim də təbii ki, bir partiyadan mən gəlmişəm ora. Gedib evimdə otursaydım, oradan alınmayacaqdı. Amma düşdüyüm o partiyanın da abrını, ismətini həmişə çalışmışam, qoruyum. Dünyaya başqa cür baxan adamla mübahisə eləmək, abrını bada verməkdir. Necə ki, ağılsızla mübahisə eləmək, uduzmaq deməkdir. Deyir, necə olum, deyir, özümü vurum qanmazlığa, sən NATO'yu yandırım. Yəni, belələri ilə gərək uzaq olasan. Mən də bu şeyləri çalışmışam, qoruyum da. Nə dərəcədə nail olmuşam indi, bu mənim qismət payımdır. Bir söhbətinizdə 70 elə yaşlı ki, ondan sonra dağı aşırsan, həyat ondan sonra başlayır demişsiniz. Bu məntiqlə siz o dağı 4 ildə aşmışsınız. Dağın hansı tərəfi maraqlıdır? Mən sizə bir şey deyim, bu ən ağırlı məqamdır. 70 yaş, 2 cür yanaşmaq olar bu yaşa. Mən uzun ömürlüyəm, mən varam, cəmaət cavan ölür, dünyasını dəyişir, hələ mən yaşayıram. Amma sən obraz olursan, 70 yaşlı insan. 70 yaşlı kişi. Bir dəfə yanımda bir nəfər o birisindən soruşdu ki, atası rəhmətə getmişdi. Mənim hələ onda 70 yaşım yox idi. Dedi ki, atanın neçə yaşı vardı? Deyir, xeyli yaşamışdı, 70 yaşı vardı. Yəni elə ölməyə hazır idi də, bunun vaxtıdır. Orada qayıb yazılır deyirlər. O yəni cəmiyyətdə o yaşa münasibətdən mən danışmışam ki, 70 yaş adamı rüsva eləyən yaşdır. Yəni, ağsaqqal dövrüyə gəlib çıxırsan, zəkan yerində, yerişin yerində, dərkin yerində. Amma sən siyahıda artıq ömrün başa vurmuş bir obrazsan. O mənada mən demişəm, amma adamlar var 90 yaşında da çox rahatdır. İnsanın Molla Nəsrəddindən soruşublar, oğlun yıxılıb, ağlı başından çıxıb. Deyib, ola bilməz, onun ağlı yox idi, nə çıxa bilər başından. İndi insan zəkası, bax, bir məqama da mən toxunacam. Ağıllı düşüncə insanın o həyatını tənzim eləyən məqamdır. Məsələn, bizdə nədir? Bir düşüncə var ki, 60 yaşı, 70 yaşı var, ağsaqqaldır. Ağsaqqallıq ondan müəyyən olunmur. Dostoyevski deyir ki, 27 yaşlı ağsaqqal içəri daxil oldu. Hərəkətin, oturuşun, duruşun, cəmiyyətə baxışın sənin cizgilərini müəyyən edir. Cavan vaxtında bunun ağlı dərin olmayıbsa, qocalanda da quruyur da. Musiqilərdə də var 70 yaşında aşıq olan ayıb döyür. Ona görə də bu yaş bir tərəfdən uzun ömürlüysə, digər tərəfdən artıq vaxtı keçmiş üst quruma çevrilirsən cəmiyyətdə. 70 yaşında da aşıq olmaq olmaz da Fəzai müəllim. İndi o mahnılarda söhbət onun aşıq olmaqdan getmir. Söhbət yəni belə bənzətmə obrazıdır. 70 yaşlı kişi, 70.
Amma insanın içi, ruhu, mən dediyim kimi də ürək cavandırsa. Əsas ürək cavan Amma olsun, mənim əlbəttə. narazılığım yoxdur. Mən elə cavanlıqda da belə xarakterim, hərəkətim, həyat tərzim onsuz da bugünkü kimi olub. Fəzail müəllim, imtahanda kəndinizdən gələn atasız, anasız bir uşağı tanıyıb ona köməklik etmisiniz. Moskvaya oxumağa isə öz yaxın adamınızı deyil, yad, amma savadlı bir tələbəni göndərmisiniz. Bu qədər insani keyfiyyətlər hardandır? Mənə çağırdı, dedi Fəzail müəllim, Moskvaya bizim bir yerimiz var. Ondan da bizim münasibətimiz yerində idi. Sənin bacın oğlu oxuyur burada. Onu göndərək geçsin. Bacım oğlu da əskərlikdən gəlib. Mən dedim, bir vaxt ver mənə, sabah görüşərik. Getdim, otdum, fikirləşdim. Mənim bu bacım oğlu rus dilində bilmir. Çətin olacaq orada oxumaq. Hələ xarakterinə də arxain deyiləm. Gedib orada bir rus qızı da ala bilər. İmtahandan kəsilib qovula da bilər. Bunlar pis tərəfləri. Mənim bacım da deyəcək ki, qardaşım, sən mənim balama düşmənçilik elədin, oxuyurdu deyil orada. Yaxşısı mənimdir, onundur. Pisi olacaqdı mənim. Ona görə də bizim qonşu kənddən bir uşaq oxuyurdu həmən kursda. O həqqi mənada bu insan Allahın verdiyi bir vergi idi. Dedim, olar o yerə mən onu göndərim. Dedi, qəribə, dedi, sən qəribə adamsan, belə filan, qoy danışım, göndərdik. Qırmızı diplomla qutardı. Saxladılar Moskva Dövlət Universitetində. Aspiranturaya. Esteri dağıldı. Bu cəld dəyişdi, Yəhudilərlə özü üçün bir bank yaratdı Moskvada. Hal-hazırda da New Yorkda yaşayır, çox xoşbəxt. Həyatınızda sizi sarsıdan hadisələr olub. Bunlardan biri də bacınızın ailəsindəki o itki ilə bağlıdır. İstərdim ki, bu haqda danışasınız. 48 yaşında mənim bacımın əri rəhmətə getdi. 6 uşağı qaldı. 48 yaşında? 48 yaşında. O 45 yaşında o qardaşım oğlu idi. Bacımın əri isə 48 yaşında infarktdan öldü. Hesab elə bacım işləmir. Böyük bacımdır. 6 uşağıdır. Birinci uşağı da Medinus'da oxuyur, birinci kursda. Mən bu yükü götürdüm üstümə. Birinci anamın təqaüd kartını verdim bacıma. Bu sənin əlində olan pul. Oğlunu oxutdum, diplom verdirdim. Uşaq çox savadlı idi, hal-hazırda da gözəl bir həkimdir. O biri oğluna da təhsil, 2 oğlu, 4 qızı var idi. Qızları da böyüdülər, ərə verdim, köçürtdüm və Tanrının və bacımın qarşısında, vicdanımın qarşısında olan borcumu yerinə yetirdim. Bu bir insani şeydir. Mənə elə gəlir ki, hər bir qardaş bunu eləyər. Burada bir qəhrəmanlıq yoxdur. Fəzail müəllim, tarixçilər hadisələri, şəxsiyyətləri siyasətçilərdən daha dərin təhlil edirlər. Həm də fərqlənirlər. Bu baxımdan Azərbaycan tarixində Ulu Öndər Heydər Əliyevin yerini və rolunu necə izah edə bilərsiniz? Çox maraqlı sualdır. Bu suala belə cavab vermək olar da. Azərbaycanın bütün keçmişindən başlayaraq bu günə qədər tarixinə nəzər saldıq. Sərkərdələr, rəhbərlər filanlar. Bunların içərisində Heydər Əliyevin öz dəsti xətti olub. Milləti dünyada tanıtdıran onun yeraltı, yerüstü sərvəti deyil. Sərvətlərinin, hüdudlarının geniş olması deyil. Mədəniyyətinin böyüklüyü deyil. Bunlar da amildir. Amma milləti dünya miqyasına çıxardan onun ayrı-ayrı liderləri olub. Bu mənada Heydər Əliyev Azərbaycanı dünya səviyyəsinə çıxarda bilən bir imperiyanın idarəçiliyində iştirak edən bir fərddir, bir şəxsiyyətdir və xalq ona Ulu Öndər adını verib. Siz təsəvvür eləyin ki, Heydər Əliyevi ayrı-ayrı kitablar yazılıb. Heydər Əliyev tarixinin, dövrü tarixinin cildli əsərləri var. Mən bir neçə məqamı deyəcəm.
Heydər Əliyev Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri. Heydər Əliyev SSR Nazirlər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi. Heydər Əliyev SSR Nazirlər Soveti sədrinin birinci müavini. Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının siyasi bürosunun üzvü. Siz fikir verin. Haradan hara gəlir? Gəl bunlara nəzər salaq. İlk dəfə olaraq 64-cü ildə, 67-ci ildə Heydər Əliyev demək Azərbaycan Təhlükəsizlik Xidmətinin rəhbəri seçildi. Bunun fəlsəfəsi nə idi? Bilirik ki, o dövrdə SSR üzrə bütün məsələlər Dövlət Təhlükəsizlik Xidmətinin divarları içərisində həll olunurdu. Fərdin də, millətin də, dövlətin də taleyi. Buradan çıxan sənədlər əsasında siyasi qərarlar verirdi partiya. Heydər Əliyev olur, həmən o məsələnin rəhbəri. Xalqın, millətin taleyini Heydər Əliyevin imzasına tapşırırlar. Bu imza yalnız millətə xidmət edən sənədlərin altından çəkilən bir imza olur. Təsəvvür elən o dövrdə o kimləri xilas etdi. Adlarını çəkmirəm. Millət artıq özünün demək Heydər Əliyevin timsalında öz rəhbərini gördü. 2 il keçir. 67 idi. 69-cu ildə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi və 46 yaşında. Bu ittifaq miqyasında unikal bir hadisə idi. Və o vaxta qədər heç bir rəhbər Azərbaycanın adını düz deyə bilmirdi. Heydər Əliyevin dövründə Azərbaycan birinci yerə çıxdı münasibətlərdə, boy sırasında. Azərbaycan ittifaq miqyasında mən də varam, mən millətəm, varam. Artıq fikrini ortaya qoya bildi. SSR Nazirlər Sovetinin sədri, müavini, birinci müavini. Bu nə deməkdir? Ölkə idarə olunurdu hökumət tərəfindən, Nazirlər Soveti tərəfindən. Burada beşlikdə idi Heydər Əliyevin, 5 kişinin biri idi. Beşliyə düşdü. Və 20-ci ildə işğal olunan, idarə olunan, sayılmayan, nəzərə alınmayan, adının deyilməsinə çətinlik çəkilən bir Azərbaycan, böyük bir imperiyanın Heydər Əliyevin timsalında idarəçiliyində iştirak elədi. Milləti gör, hara qaldırdı? Paçlıq səmaları. Politbüro. Özü də Politbüro məsələsində belə idi. Stalinin ölümündən sonra büroda xüsusi gizli qərar qəbul olunmuşdu. Türk mənşəli, Qafqaz mənşəli adamları büroya qoymaq olmaz. Heydər Əliyev o sindromu sındırdı, o sipəri qırdı. Getdi, çıxdı büro üzvlüyünə. Baxın. Bax, bu idi Heydər Əliyevin böyüklüyü. Bir epizod deyim. Xarici İşlər Naziri işləyən vaxt Həsən Həsənov. Bəli. Bir Amerikaya getmişdik. Buşun demək qayığında hərəkət edirdik. Atabuş dəvət eləyib Heydər Əliyevi. O ikinci dəfə hakimiyyətə gələn. Soruşdu, dedi, o vaxt SSR rəhbərliyində sizin də adı sallanırdı. Birinci. Siz birinci olsaydınız, SSR dağılardı. Deyir, elə bil bu suala hazırmış Heydər Əliyev, kifayət qədər ciddi sual verilir də. Deyir, dedi, əvvəla mən birinci ola bilməzdim, çünki o Slavyan imperiyası idi. Orada 3 Slavyan respublikasından biri ola bilərdi. İkinci, mən olsaydım SSR-ni dağıda bilməzdim. Üçüncüsü isə, amma məndən sonra onsuz da dağılacaqdı. Yəni, imperiya, şovinist, Rus millətinin, Slavyanların imperiyasının biz tərkibindəyik. Biz işğal olunmuşuq. İkinci, mən güclüyəm. Mənim rəhbərlik elədiyim imperiyanı dağıtmaq olmaz. Üçüncüsü isə
Mənim gücüm hesabına o qalardı. O çürümüş imperiya idi, dağılmalıydı. Bax, bu idi. Azərbaycanın 20-ci əsrdə, əsrin əvvəlləri və sonunda çox böyük tarixi imtihana çəkdi xalqını, millətini. 20-ci əsrin əvvəllərində zaman məsələni belə qoymuşdu. Çarizm devrilib, xalq öz başınadır, dövlətlər hələ qurulmayıb, bolşeviklər filan, xarici amillər məsələni belə qoymuşdu. Ya ayağa dur, dövlətçiliyini bərpa et, millətinə sahib ol, dünya dövlətlərinin boy sırasında dayan və bütün dünyaya bəyan et. Mənim dövlətçilik haqqım var, mənim millətimin müstəqil yaşama haqqı var, mən o haqqıma sahib oluram. Ya sus, səsini çıxarma, bölün, parçalan, mayə dön, böyük dövlətlərin istəyinə rəvac verən əyri qavun tutumunu al. Bu tarixi həqiqəti başa düşən Azərbaycan Xalq Cümhuriyyətinin liderləri o missiyanı üstünə götürdü və nəticə Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Coğrafi adı, Azərbaycan adı dövlətin adına hopdurub, dünyanın siyasi xəritəsində yeni bir dövlət yaratdı. Azərbaycan Xalq Cümhuriyyəti. Deyir, zalimin başı qarşanda məzlum bildiyin eləyir. Bolşeviklərin başı ayılan kimi gəldilər, işğal elədilər. Cəmi 23 ay yaşadı. Amma sərhədlərimiz məlum oldu, paytaxtımız olundu. O sərhədlər daxilində biz imperiyanın tərkibinə daxil olduq. 91-ci ildə o imperiya yenidən dağıldı. Bu vaxt təzədən o qara buludlar çöktü Azərbaycanın üstünə. Azərbaycan yenə parçalanmaq, bölünmək, daxildə vətəndaş müharibəsi. Belə bir anda o komandanın, cümhur liderlərinin xalq üçün gördüyü həmən dövrdə işi indi Heydər Əliyev bu respublikanı parçalanmağa qoymadı, sahib durdu, dövləti qorudu və sonda da etibarı əllərə tapşırdı. Bax, bu idi Heydər Əliyevin tarixdə xidməti. Fəzail müəllim, eşitdiyimə görə kədərli musiqilərdən təsirlənib, ağlayacaq qədər kövrəlirsiniz. Burada yəni qəribə heç nə yoxdur. Ürəyi olan hər bir kəs kədərli musiqi ilə rəftarı, ona qulaq asmaq, onu dinləmək, onu qəbul eləmək, eyni hissləri yaşayırlar. Mənə gəlir ki, biraz həssas qəlbli, düşüncəli adamlar eyni hissləri yaşayır. Amma o digər xarakterli musiqiləri qəbul eləmir. Xüsusilə saz havalarını çox sevirsiniz. Hətta yaxşı saz çalmağınız da var. Hardandır bu qədər saza maraq? Deyəsən müəllim tutub dərs də almısınız. Bunlar olub neçə illər bundan qabaq. Anam dünyasını dəyişəndən sonra o hər şey sındı mənim üçün. O cümlədən də onun simləri qırıldı. Xalq Təsərrüfatı İnstitutunda bizim bir dostumuz oxuyurdu. O imtahandan kəsilmişdi. Və müəllim də elə adam idi ki, bilməsən, qiymət yazanların tarixdən kəsilmişdi. O gəldi mənim yanıma, mən bir ay ondan məşğul oldum, getdi 4 aldı. Bu bilirsiniz kimdir? Bu Zeynəb Xanlarovanın demək dəstəsində Nizami adında kitara çalan. Bəli, bəli. Tanıyırsınız da, yaşayır, bu yayda bir yerdə olmuşuq. O mənə dedi, mən sənə nə hədiyyə ala bilərəm ki, sənə ömürlük qalsın. Nə alsam, müəyyən dövrdən sonra. Sonra bir kitara götürdü, gəldi və məndən biraz məşğul oldu. Əvvəl o kitara ilə başladıq. Sonradan saz mənim ruhumdur da, yəni orada o sazı dinləməyən adam. Uşaqlıqdan eşitmisinizmi o sazı? Yəni siz tərəflərdə bilmirəm, çox məşhurdurmu? Biz tərəflərdə elə gözümüzü açandan, qulağımız eşidəndən saz dinləyirik. Yox, saz hardandır mənim ruhumda? Bizim tərəflərdə toylar olurdu. Ora aşıq gəlirdi sazına. 2 gecə, 3 gecə sazla meydanda olurdu. Qara zurna da olurdu. Hər şey. Yəni o geyinirdi o demək o formanı. Bəli. O düşürdü ortalığa, ürəyimdən keçirdi. Kaş mən olurdum onun yerində. Bax, oradan o saz mənim beynimə hakim olmuşdu. Çox hörmətli idi o.
Anam dünyasını dəyişəndən sonra ümumiyyətlə evdən çıxartdım sazı. Mənim saz dünyam ondan da getdi. Fəzail müəllim, bugün gəldiniz, bizim ruhumuzu daha da zəngin elədiniz. Sizə çox təşəkkür eləyirəm. Nə yaxşı ki, sizin kimi bizim ziyalılarımız var, dəyərli insanlarımız var, tarixi bilənlərimiz var. Tarix bizim kökümüzdür. Yəni, tariximiz sağlam olmasa, demək ki, kökümüz sağlam deyil. Mən sizə dərin təşəkkür eləyirəm. Sizə Allah möhkəm can sağlığı versin. Siz 75 yox, 85, 90 yaşına qədər sizi belə sağlam ruhda görmək istəyirik. Çox təşəkkür edirəm. Sonrasını Allah bilər. İnşallah. Var olun. Siz sağ olun. Mənim bu verilişimə gəlməyin əsas səbəbi təbii ki, sizin apardığınız məndən əvvəl o verilişlərə mənim baxmağım idi. Orada mən gördüm ki, kifayət qədər insan ürəyini boşalda bilər. Təşəkkür ederim. Bir içərisindəki olan o ruhu ifadə edə bilər və burada sənin illərlə beynində, ruhunda olan o düşüncələri bölüşə bilərsən. Ədalətli söz, siyasətdən kənar, hər şey təbii olan bir məqamdır. Mən də o məqama sahib olmaq üçün gəldim. Siz məni dəvət etdiyi üçün sizə təşəkkür edirəm. Çox minnətdaram. Allah sizə də uzun ömür, can sağlığı versin. Sifətinizə verdiyi o nuru, gözünüzə verdiyi o işığı, çöhrənizdə olan o parıltını, ən əsası isə Allahın verdiyi ən böyük hədiyyə qadın zərifliyin sizin əlinizdən alınır. Çox təşəkkür edirəm. Çox sağ olun. Bizim sizə kiçik bir hədiyyəmiz var. Ətir şah, ətirlərin şahı. Bu bizim yerli brendimizdir. Amma inandırım ki, möhtəşəmdir. Çox gözəldir. Sizə çox gözəl bir parfüm gətiriblər, göndəriblər. Çox sağ olun. İnşallah istifadə edərsiniz və mən düşünürəm ki, bəyənəcəksiniz. Bir də gözəl dostumuz var, Agat Silver. Təbii daşlar mənbəyidir. Sizə təbii daşlardan təsbih hazır. Təsbihlə aranız necədir? Təsbih həmişə evdə əlimdə olur. Eləmi? Oturanda istifadə eləyirəm. Bu da Agat Silverdən sizə olsun hədiyyə. Çox sağ olun, çox sağ olun. Çox sağ olun. Sizin elə bu Çox veriliş minnətdarım. özü mənə böyük hədiyyə idi. İnsan danışanda rahatlanır. Amma o içindəkiləri təbii söhbəti edəndə lap rahat olur. Buna görə də sizə təşəkkür. Mən təşəkkür edirəm. Bunlara görə də çox sağ olun. Əgər bu sizin zövqünüzə oxşayırsa, bunu da müzakirə eləmək olmaz. Minnətdaram. Sağ olun. Sağ olun. Zərifliyin rəmzi olan keyfiyyətli və təbii aqat daşları hər kəsə bol enerji ötürür. Dünyanın dörd bir yanından seçilən nadir daşlarımız arasından siz də daşınızı seçə bilərsiniz. Müştərilərimizə ekskluziv daşlardan hazırlanmış aksesuarlar təqdim etmək və onların həyatına pozitiv enerji qatmaq ən böyük hədəfimizdir. Aqat, təbii enerjinin ünvanı.